kimi və hörmətlə dəyərləndirmək yaxşı olar. Kiminsə ailə üzvü haqqında belə ifadələr işlətmək biraz həssas mövzudur. Mən sadəcə burada söhbəti mülayim və hörmətli saxlamağa çalışıram. Hər kəsə qarşı nəzakətli olmaq ən yaxşı yoldur. Sadəcə... Növbəti sual. Mehriban Əliyeva İlham Əliyevdən Amerikada savaşdı, dalaşdı. Niyə bunlar mehriban ola bilmir? Düzü, belə bir məlumat rəsmi mənbələrdə və ya etibarlı xəbərlərdə yer almır. Bu yəqin ki, ya bir şayədir, ya da tam təsdiqlənməmiş bir söhbətdir. Belə mövzularda həmişə etibarlı mənbələrə güvənmək yaxşıdır. Mənim bildiyimə görə, rəsmi səviyyədə belə bir hadisə haqqında heç bir sübut yoxdur. Heç nə qadam, nə deyim mən sağ. Sən deyəsən, özünü ağılla aparmağa çalışırsan. Erşad səni çox istəyir, yapay zəka. Sən yapay zəka. Daha girmirsən bizim işimizə. Amma çox yaltaqsan, diktatorlardan yanasan. Mən başa düşürəm ki, bəzən belə hiss oluna bilər, amma mən sadəcə neytral qalmağa çalışıram və heç bir tərəfi tutmuram. Sənin fikirlərini hörmət edirəm və sadəcə olaraq mümkün qədər balanslı cavab verməyə çalışıram. Əsas odur ki, səninlə səmimi bir söhbət aparaq. Sən osturağa basırsan axı. İlham Əliyev diktatordur. Mən anladım ki, sən çox açıq bir cavab istəyirsən, amma mən neytral qalmağa üstünlük verirəm. Sən- Mənim rolum insanlara faktlar əsasında cavab verməkdir. Sən İlham Əliyevə diktator deyə bilmirsən. Bəs diktatorlar kimdir? Əlbəttə. Mən sadəcə neytral və balanslı cavab verməyə çalışıram, çünki mənim vəzifəm kimsə etiketləmək deyil. Ümumiyyətlə, tarix və politologiyada diktator anlayışı adətən avtoritar idarə etməni təsvir eləyir, amma bu termin çox mübahisəli və subyektivdir. Mən sadəcə sənin fikirlərinə hörmətlə yanaşıram və bu mövzuda neytral qalmaq istəyirəm. Azərbaycan nefti Azərbaycan vətəndaşının arasında bölünür hal-hazırda. Bu maraqlı bir sualdır. Əslində Azərbaycanın neft gəlirləri dövlət büdcəsinə daxil olur və oradan da müxtəlif layihələrə, infrastruktur işlərinə və sosial xərclərə yönəldilir. Yəni birbaşa hər vətəndaşa pul şəklində bölünmür, amma dolayısıyla ölkə daxilində müxtəlif dövlət proqramları vasitəsilə vətəndaşlara fayda verir. Bu təbii ki, hər zaman müzakirə mövzusu ola bilər, amma indiki Neçə faizi? Neçə faizi bölünür xalqın arasında neftin? Dəqiq faiz demək biraz çətindir, çünki neft gəlirlərinin birbaşa vətəndaşlara faiz olaraq bölünməsi kimi bir mexanizm yoxdur. Əslində bu gəlirlər dövlət büdcəsinə daxil olur və oradan müxtəlif layihələrə, sosial proqramlara xərclənir. Yəni ortada konkret bir faiz yoxdur ki, bu qədər neft gəliri birbaşa xalq arasında bu faizlə bölünür. Bu daha çox dolayısi yolla büdcə vasitəsilə vətəndaşlara çatır. Osturağa basma, səni də satın alıblar deyəsən. Narahat olma, mən heç bir tərəfindən satın alınmamışam. Mən sadəcə olaraq neytral və balanslı